Buyurun Kemal. Mama çek. Mama ile kalan. Ben mamasıyım. Senden böyleyim. Mən nələr yaşadım, mən nələr gördüm. Uşaqca böyüdüm, şoka olmadım. Çox incə doğdum, çox incə öldüm. Nəfslə, şeytan, ortaq olmadım. Özümü hayata hey sorguladım. Özümü hayatı hey sorguladım. Mənə ən düzünü dərvişlər dedi. İçimdə cəhənnəm odu qaladım. Mənanı əbədi gəlmişlər dedi. Çox erkən tanıdım eldə, obada. İstəklər çox oldu, bacar səyəsən. Gördünüz, möcüzələr göstərdi Allah. Yuxu var etməli, basardım lazım. Hey gözə batırdı bu dik duruşum. Amma da çox oldu qəhvim, doldu. Ehtişamlı libas geydirdi mənə. Heç vaxt əzdirmədi qurban olduğum. Əzdirmədi dedim, əzmədi sağlam. Məni daşlıqlardan sürdü gəllər. Mən necə danışım, hər şeyi indi. Sizin üçün yazdığım bircə şeyi. Gəldim o yaşa ki, sevdim, sevildim. Çoxdur etiraflar, qəlbi xoş oldu. Lakin sevilsəmmi, sualı gəlsə, yol çəkən gözlərlə orada boş oldu. Nadir istəklərim nə dedim verdi. Məni qəmi doydurdu valla. Elə ki tənhalıq girdi araya. Özünü yanında bildirdi Allah. Sevgilim, dəyişim o idi benim. Yeganə mütləqdir yaradan və mən. Məndən inciməyin, ay sevənlərim. Mən o ucalıqdan yerə ünmərəm. Necə də nazlıydı, mənlə biləsiniz. O can, nə qədər məni sınadı. Qürurun ömrünü 7 ay xəyal. Deyim dost danışlar, daim Bir ara düşündüm, mühtac olmayın. İllərcə çox sürüb, zəhmət çəkdim mən. Nə ki qazanmışdım, bir anda aldı. Not, səndə ehtiyac təkdim axı mən. Bağışla sevgilim, mən də bəşər. Unuttum, oxumu daşa vurdum. Sənə təslim olan bu varlığımı dünya həvəsilə beyhudə yox. O qədər sərvətə verdi və aldı. Nazlı bir ədyala gözlərdə idi. Kiməsə əl açıb sınacağımı mən. Çaşmazdım axı o mənim səyyədi. Gəldi 40'ı keçdi ömrümdən illər. Möcüzə səyahət yaşadım, heyrət. Ansızın gəlmişdim mənlə görüşən. Möhtəşəm bir vüsal yaşadım qəflət. O görüş sonsuz bir xoşbəxtlik idi. Dilim lal oluşu, danışdı gözlər. Eşqin dəryasında əridin, itdin. O gözlər, işıqla deyilən sözlər. Salam, ay ömrümü fəda etdiyim. Səssizlik ən dərin duyğu diliymiş. Xoş gəldin, seçdiyim, mənim dediyim xəyal. Hər dünyada xoşbəxt edilmiş. Ey mənim tapdığım, sevdiyim qadın. Ağlımdan çıxmaz ki bir an bu dadın.
Ne güzelisidir herkesi odun. Niye bu dünyada Allah'tı adın. Ey kadın, o sensen, o tek benzersiz. Ne güzel dünyada Allah'tı adın. Ne hoş ki dünyada Allah'tı adın. Ne hoş ki dünyada Allah'tı adın. Xəyal xanım, rəyinizə sağlık. Çok muhteşem bir şiirdi. Kemal Hanım seçmişti bu şiiri. Hakikaten Kemal Hanım. Teşekkür ederim əzizim. Var olasın. Teşekkür ederim. Ve bu arada mən elə Şahişah restoranının bütün əməkdaşlarına, bütün işçilerine, eləcə də bizi müşahidə edən balamıza da teşekkür ederim. Adını bilmediğim için. Yaqut Qarabağlı da buradadır. Yaqut Hanım, hoş gelmişsiniz. Güzel sesiyle, güzel simasıyla seçilen bizim değerimiz. Hoş gelmişsiniz. Buyurun. Mən də öz növbəmdə hər birinizi salamlayıram. Üzrlü sayıcı biraz probkalara görə gecikmişəm. Xəyal mənim üçün sözünün əsl mənasında xəyaldır. Xəyalı mən 20 ildən artıq tanıyıram. Bacısı Əntiqə ilə Rəfiqəyəm. Əntiqənin də özünə xəyalı tanımışam. Biri-birindən mənim üçün dəyərli xanımlardır. Xəyal, mən səmimiyyətlə deyirəm. Çünki mənim işimin bir hissəsi, böyük bir təşkilata, qadın təşkilatının sədriyəm. Hər formada qadınlar, hər xasiyyətdə qadınlar görə bilirik. Sözün əsl mənasında bu xanım bir dünyadır. Yazdığı şiirlərdə də hesab edirəm, siz oxuyanda o şiirləri başqa şairələrin şiirlərindən tamam fərqlidir. Yəni xəyalın öz dünyası da fərqlidir. Ona görə mən deyərdim ki, əsl Azərbaycan xanımı, əsl Azərbaycanımızın ziyalı qadını, əsl örnək qadındır xəyal bizim üçün. Tək dost deyil, həm də fəxr edəcəyimiz gözəl bir xanımdır. Xəyal, xoş bu günümüzə, nə yaxşı ki, tilsimi qırıb səni biraz damlaya-damlaya, axır ki, bu günü biz görə bildik. Çoxdan bugün və tez-tez olunmalıydı. Çünki sənin kitabların bizə o xəbəri verir. Amma biraz tənbəlləşmişdin də, neyniyək? Allah sənə indən belə o qədər güc, qüvvət, hünər versin ki, biz tez-tez belə gözəl məkanlarda birləşək, bir-birimizi görək, sevinək. Mənə düşən gözəl musiqilərimdir təbii ki. Yaxında xəyalın mahnılarını oxuyacağım. Aranjman olunub burada olmadığı üçün üzrlü sayarsız. Başqa mahnı oxuyacağım. Hər birinizi də rəqsə dəvət edirəm.
birinci gəlsin mahnımız. Xəyal gəlsin. Bugün çok yazmalıyız. Güya söylesin, girelim. Esas sebeplerimiz sizi bir de tebrik ediyorum. Can sağlığı. Ay canım buyurun. Onun yollarımızın olması. Sevgiler olsun. Ay oğlum tuvalet geldi. Sabah çok geldi. Tabii çok. Yaqut xanım, mənim oğlum İlkinin toyunda çox gözəl iştirak eləmişdi və biz neçə illərin rəfiqəsiyik. Öpürəm. Teşekkür ederim əzizim. Hər birinizin Allah canınızı sağ eləsin. Allah qismət eləsin. Həmişə gözəl günlərinizdə görüşək. Bu gün mənim üçün, bugün başqa günlərdən fərqli, təfriqdən 4 dənə məclisim var. Hələ buradan çıxıb Allahın dostum ikisinə gedəcəm. Amma bu məclis mənim üçün özəldir. Toydur da, gedirik, oxuyuruq, qaçırıq, bu bizim üçün eyni proqramdır. Amma xəyalım bu məclisi mənim üçün özəldir. Yəni, daha burada istəyirdim, tez gəlib bir orus demiş adlışı bir oturardım. Amma eyb yoxdur, inşallah. Xəyala nə var ki, hep bunun bəlkə bir 10 kitablıq işləri hazırdır.
İnşallah hilsimi qırmışıq. Yaxın zamanda növbət olacaq. Uğurların bol olsun canım gözüm, dəyərli bacım. Allah hər birinizə can sağlığı versin. Allah bizim yolumuzu həmişə bax belə gözəl məkana açsın. Çox sağ olun. Teşekkür ederim xanım. Bu gözəl səsiniz nəfəsində heç tükənməsin. Həmişə el şənliklərində görək sizi, hər birimizi sevmişsiniz. Elə siz də Xəyal xanım da. Çox sağ olun. Və indi Xəyal xanımın özel bir tort var. Xəyal xanım üçün hazırlanıb. O özel tortu kəsək. Sonra yenə şeiriyyətə davam edəcəyik. Öncə şirniyyat, sonra şeiriyyat. Gəlmə sənə bax, 40 ildir müəllimən deyir öyrənməsən. Şeirə girişdən əvvəl onu demək istəyirəm ki, biz insanlar elə bilirik ki, xoşbəxtlik ömrümüzdə qısa anlardan ibarətdir. Bunu ona görə elə bilirik ki, o xoşbəxtliyin əsl xoşbəxtliyi tanımırıq. Amma inanırım sizə əsl xoşbəxtlik insana bir uğradı mı, bir daha getmir. Bir ömür boyu qalır. Biz isə yaşadığımız ömrümüzdə necə ki özümüzü tam mənada dərk eləmirik, yaşama amacımızı tam dərk eləmirik, kiçik anları özümüz üçün xoşbəxtlik hesab edirik. Bu anlar nə olur? Bizim həzz aldığımız qısaca anlar. Onlar keçici həzzlərdir. Bir insan ümumiyyətlə bunu inkar eləsələr də, eləməsələr də iki şeydən həzzlər var, hər bir insan. Bir yeməkdən, üzr istəyirəm, bir də seksdən. İki şey onu doydurur. Yemək deyil, ehtiyac verirsən ona. Yemək zəmi 5-10 dəqiqə, 10-15 dəqiqə çəkir. Keçdi mi, həzz aldın keçdi. O birisi ondan da betər, 1-2 dəqiqə. Nə oldu ki? Yəni, müzəffəti olanlara bel bağlayırıq, əsl amacımızdan yayınırıq. İnsanın özünü dərki lazımdır. İnsan özünü dərk edəndən sonra elə o kitabımızda yazan mühürlü. Kitabımızda yazan bütün şeylərin artıq sənə tilsimi açılır. Sən üçün möcüzə qalmış, sehir qalmış, sirr qalmış və Allah öz elini sənin qarşında açanda, Allah sənə lütfünü tanıdanda, onda bilirsən ki, əsl xoşbəxtlik nədir. Və o xoşbəxtlik səndən bir gəldimi daha getmir. Heç xoşbəxt yaşayan şair olmadı. Heç xoşbəxt yaşayan şair olmadı. Xoşbəxtlə söyləyən adam da yoxdur. Mənim üçün üzümdə gülüş solmadı, ilahi, nə qədər gözlərim toxdur. Çəklikdə seçmişəm hər bir zilləti. Hədəf almamışam heç bir xilqəti. Verib, geri aldım onca sərvəti. İlahi, nə qədər gözlərim toxdur. Hər şey səndən gələn neymətdir dedim. Mənim tək qazancım hörmətdir dedim. Mən çox müsibətə hikmətdir dedim. İlahi, nə qədər gözlərim çoxdur. Heç sabit vermədim bunca qurğuyla. Sevdim, səni sevdim, dərin duyğuyla. Yaşlandım bir körpə məsumluğuyla. İlahi, nə qədər gözlərim toxdur. Dostu keç, düşməni də bildim əziz. Mənəvi doyumdu, hər qatdan ləziz. Çox xoşbəxt yaşadım, şəkk etməyin siz. İlahi, nə qədər gözlərim çoxdur. İlahi, bu qədər gözlərim çoxdur. Teşekkür ederim. Oldu.
özünüzün, ruhunuzun, belə deyərdim ki, simasıdır, valla. Allah bu şeiri Elmir Vədəzadənin istəyinlə oxuyacağım. Xəyal xanımın sevilen şeirlerinden biridir. Ürəyimi qoyub darda, hardasan axı, hardasan? Dəliyə dönürəm burada, hardasan axı, hardasan? Sevmək elə asan deyil, sensiz qalıb, susub bu dil. Könlüm etməz başqa meyil, hardasan axı, hardasan? Qəlbimi göynədir adım, hələ mənlə ətrin, dadın, əsiriyik bir inadın, hardasan axı, hardasan? Titrəmisən sarı simi, titrətmisən sarı simi, uludan kim olub kimi? Necə dolsun ömrün kəmi, hardasan axı, hardasan? Bu yoxluğun dolmaz yeri, ömür keçir, gəlməz geri. Məndən edən pəri, hardasan axı, hardasan? Belə yarımı bilmişik, bu nə seçimdi etmişik? Yaşayan ölülər kimi yaşamaqdan vazgeçmişik. Hardasan axı, hardasan? Ürəyimi qoyub darda, hardasan axı, hardasan? Dəliyə dönürəm burada, hardasan axı, hardasan? Hardasan axı? Ürəyinizə sağlıq Müdaha Xəyal xanım. Doğrudan da bir-birinin gözəl şeirləriniz nə qədər desək bitməz, tükənməz. Sənsiz şeir yazdım, sözləri yoxdur. Sənsiz mahnı qoşdum, notları səssiz. Sənsiz ömrüm yazır, əcəlim xoşdur. Allah nəfəsimi kəsmirəm sənsiz. Sənsiz günlərimi boşa saymışam. Sensiz taleyi də qara paymışam. Öz içimdə batan haray paymışam. Allah nəfəsimi kəsmir də sensiz. Sensiz yuxularım necə ağladı. Sensiz gündüzüm heç, necə ağladı. Sensiz ürək sandı. Sensiz ürək sandı heçəm ağladı. Allah nəfəsimi kəsmir də sensiz. Dərdimi demədim heç bir kimsəyə, bir gün vüsalına yetərəm deyə. Sənsizlik yaxamdan düşmədi niyə? Allah nəfəsimi kəsmir də sənsiz. Səninlə yaşadım, səninlə qaldım. Səndən muradımı rüyada aldım. Bilmədim nə zaman, necə qocaldım. Allah nəfəsimi kəsmir də sənsiz. Bilmirəm nə zaman, necə qocaldım. Allah nəfəsimi kəsmir də sənsiz. Ürəyinə sağlıq Xəyal xanım, ürəyinizə sağlıq həqiqətən, maşallah olsun. Bir şair ölərsə, qələmi ağlar. Yaza bilmədiyi sətirlər üçün. Bir şair ölərsə, çox ürək sızlar. Oxuna bilməyən şeirlər üçün. Bir şair ölərsə, tənha qadınlar uzun saçlarından üzürlənərmiş. Bir şair ölərsə, bir çox insanın kəlməsi boğazdan düyünlənərmiş. Bir şair ölərsə, çox sayda mələk göylərdən bir müddət geriyə gəlməz. Çoxdur şeir yazan gerçək şairin yaşarkən dünyada qədri bilinməz. Bir şair ölərsə, qələmi ağlar. Bir şair ölərsə, qələmlər ağlar.